daxil olan məlumatlar əsasında apardığımız araşdırma zamanı özünü doktor Aytən kimi təqdim edən şəxsin tibbi fəaliyyəti ilə bağlı ciddi və təhlükəli iddialar üzə çıxıb. İddialara görə sözü gedən şəxs ali tibbi həkim təhsili olmadan cərrahi estetik əməliyyatlar, o cümlədən üzgərmə prosedurları həyata keçirib. Məsələ təkcə qanunsuz tibbi fəaliyyət iddiaları ilə bitmir. Araşdırma zamanı əldə etdiyimiz səs yazıları vəziyyətin daha da ağır olduğunu göstərir. Məlumatlara əsasən Aytən adlı şəxs tibb bacısı ixtisas üzrə təhsil alıb. Halbuki üzgərmə əməliyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə görə cərrahi müdaxilə sayılır və yalnız ali tibbi təhsili müvafiq sertifikatı və icazəsi olan həkimlər tərəfindən icra edilə bilər. Mütəxəssislər bildirir ki, belə əməliyyatlar anesteziya, toxuma kəsilməsi, infeksiya və ağır fəsad riskləri daşıyır və bu cür müdaxilələrin qeyri-həkim tərəfindən aparılması pasientin həyatı üçün birbaşa təhlükə yaradır. Araşdırmanın ən diqqət çəkən məqamı isə redaksiyamıza təqdim edilən səs yazısıdır. Sözü gedən səs yazısında Aytən adlı şəxsin əvvəlcə estetik sahədə fəaliyyət göstərən bəzi tanınmış şəxslərin əslində həkim olmadığını etiraf və Hər kəs hardansa işləyə gəlir. Kim harda anasının qucağında oturub, ona qalmış olsa Gülqəm Məhərrəmli, ona qalmış olsa Siruz Köçəri, tanıyırsınız da. Hamısı porterlikdən gəlib çıxıb ora. Hələ yenə də mən tibb bacılığından oxuyub gəlib çıxmışam bura. İfşa etdiyi, daha sonra isə mövzunun ictimailəşdiriləcəyini anladıqdan sonra jurnalistlə pul qarşılığında razılaşma təklif etdiyi iddia edilir. Siz mənə kart atarsınız, mən sizə bir 100 manat atarım, gedib çörək yeyərsiniz. Bəxruh Qeyd edək ki, bu səs yazısı hazırda redaksiyanın ixtiyarındadır və aidiyyəti qurumlara təqdim olunmağa hazırdır. Məsələ ilə bağlı Aytən adlı şəxsin və Kristal Estetik Klinikasının mövqeyini öyrənməyə çalışsaq da, yazının dərc edildiyi vaxta qədər rəsmi açıqlama almaq mümkün olmayıb. Qarşı tərəfin mövqeyi təqdim edildiyi halda material yenilənəcək. Bu araşdırma bir daha göstərir ki, estetik sahədə nəzarətsiz və qanunsuz fəaliyyət təkcə etik problem deyil, birbaşa insan həyatı üçün təhlükədir. Səs yazısında əks olunan iddialar təsdiqini tapacağı təqdirdə söhbət artıq təkcə qanunsuz tibbi fəaliyyətdən deyil. Araşdırmamız davam edir.